Kəlmələrin sehrində xoş gördük sizləri əziz izləyicilər. Bugün sizinlə bir dövlətin gücünün nişanəsi olan ordudan bəhs edəcəyik. Ordu sözü dilimizin ən qədəm sözlərindəndir. İlk dəfə 8-ci əsrə aid Orxon kitabələrində rast gəlinən bu sözün ilk lüğətimiz olan Divan-ı Lüğət-i Türkdə bir neçə izahı göstərilir. Belə ki, qədim türklər siçan və köstəbək kimi torpaqda yaşayan heyvanların yuvasını ordu adlandırmışlar. Daha geniş anlamda isə ordu, şəhər, xüsusilə Xaqanın yaşadığı şəhər anlamını bildirib. Təsadüfi deyil ki, Xaqan şəhəri olan Kaşqara ordu kənd deyərmişlər. Ordu sözünün ərazi bildirməsi bununla kifayətlənmir. Belə ki, tarixən Balasaqon yaxınlığındakı bir şəhərdə Koz ordu adlandırılmışdır. Hazırda isə Türkiyə Respublikasında bir şəhər ordu adlanır. Etimologiya lüğətlərində isə bu sözün or kökündən əmələ gəldiyi güman edilir. Orun bir mənası yer deməkdir. Bu anlamda ordu dağa toplantı yeri anlamına gəlməkdədir. Anadolu türkləri hərbi düşərgəyə, əskərlərin toplantı yerinə ordu demişlər. Qıpçaqca qərargah, Cağatayca Sultanın çadır kəndi, Monqolca imarət anlamlarında işlənən ordu sözü zamanla ərəbcə əskər, farsca ləşkər sözlərinin qarşılığı kimi işlənmişdir. Hazırda türk dillərində hərbi qüvvələr anlamında işləkdir. Müasir anlamda ordu, dövlətin quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələrini bildirir. Ordu bir dövlətin gücünün simvolu, müqəddəratının həllidir. 28 may 1918-ci ildə İstiqlal Bəyannaməsində Azərbaycanın silahlı qüvvələrinin yaradılması qeyd edilib. İlkin olaraq 600 nəfərlik könüllü dəstə fəaliyyət göstərsə də, 26 iyunda əlahiddə Azərbaycan korpusunun təşkili ilə 5000 nəfərlik ilk ordu hissəmiz yaradılıb. Beləcə bu tarix rəsmi şəkildə ordumuzun yarandığı gün kimi tarixə yazılıb. Bu ordu tarixə yazılmaqla qalmadı. Ötən illərdə özü də bir tarix yazdı. Müzəffər oldu. Kəlmələrin sehrində qalın əziz izləyicilər.